Əhl-i beyti biri sevirsə, bilin ki 100% onun nütfəsi pakdır. Peyğəmbər dedi, ey Əbu Zər, hər kəs biz əhl-i beyti sevirsə, ona verilən birinci nemətinə görə Allaha şükür etməlidir, Allaha həmd etməlidir. Dedi, ey Allahın Rəsulü, nemətin birincisi, nemətin ibtidaisi hansı nemətdir? Alə tibul viladə, halal dünyaya gəlmək, nütfənin pak olması. Çünki bizi yalnız nütfəsi pak olanlar sevər. Nütfəsi pak olmayan bizi sevə bilməz. Niyə deyirlər, olmaz, nikahsız olmaz, zina insanları pis yola aparar. İnsanın ruhiyyəsində, insanın xasiyyətində, xislətində təsir qoyur. O demək deyil, insan tam aradan aparır, insanın ixtiyarını əlindən alır, amma təsirini qoyur. Əhl-i beyti biri sevirsə, bilin ki 100% onun nütfəsi pakdır. Sevməyənlərin isə 100% nütfəsi napak deyil. Ola bilsin, başqa səbəblər də var. Müəyyən insanları bilmirlər, xəbərləri yoxdur. Amma biri bilir, düzgün də ona çatdırılır, hər tərəfli ona aid.